İndi də Nasiblərin şeyxi İbn Teymiyyə ilə birgə Allah Rəsulunun bir parçası olan Pak və Siddiqə Fatimə Zəhra barəsindəki salamullahu aleyhə kəlamı ilə davam edək. Səhifə 111. İbn Mütəhhirə irad olaraq bildirilən 7-ci səbəb deyir. Biz bilirik ki, Fatimə və ondan başqa səhabələr barəsində danışılan nöqsanların çoxu yalan danışmaq, bəziləri isə başqa mənaya yozumlardır. Allahu Əkbər. Onlardan bəziləri günah olsa belə, cəmaat məsum deyil. Allahu Əkbər. Aləmlərin qadınlarının xanımı Siddiqə təthir ayəsində pak edilmiş biri haqqında çoxlu sayda nöqsanlar nəql edilmişdir. Təsəvvür edin ki, dünya qadınlarının xanımının çoxlu nöqsanları var. Onlardan bəzisi yalan danışmaq, bəzisi başqa mənaya yozumlar, bəzisi hətta günahdır. La havlə və la quvvətə illə billah. İbn Teymiyyənin şərrindən Allaha pənah aparırıq. Xanım Fatimə barəsində nəql edilmiş həmin nöqsanlar hardadır? Onun barəsində Allah onun qəzəbləndiyinə qəzəblənir, razı olduğuna razı olur, söylənər rəvayəti təkzib edir. Sonra da deyir ki, bu rəvayət mötəbər kitablarda yoxdur. Amma indi onun barəsində çoxlu nöqsanlar nəql edilir. Onlardan bəzisi yalan danışmaq, bəziləri isə günahlardır. Sonra da bu şəxs gəlir və utanmadan bu nasibini tərifləyir. Sonra isə təfsir elmidir ki, əvvəlkilərin yazdıqları bütün yazıları sanki qurtum içmişdir. Ay insan, bir qədər utan və danışmazdan əvvəl bir qədər öyrən. Bu nasibi ilə fəxr edirsən. Əgər bununla fəxr edirsənsə, yəqin bil ki, onunla bir yerdə həşr olunacaqsan. İnşallah Allah Rəsulü və Zəhranın qarşısında dayanarsan və onlar da söylənilən nöqsanların harda olduğunu səndən soruşarlar. Sən bu suala cavab verməyə hazırsan, fürsəti əlindən buraxmadan özünə qayıt. İndi də Nasibi İbn Teymiyyə ilə birgə onun söylədiyi Allah Rəsulunun bir parçası sözləri ilə davam edək. Gəlin görək o, Fatimənin Səhih Buxarda nəql edilmiş və məşhur fədəh məsələsində Əbu Bəkrə qəzəblənməsinə hansı qeydlər aparmışdır? Baxın görün nə deyir? Səhifə 112 deyir. Hər bir ağıl sahibi şəxsə məlumdur ki, əgər bir qadın əmr sahibindən hər hansı bir malı tələb etmişsə, bu qadın Zəhradır. O da həmin malı haqqı olmadığı üçün ona verməmişsə və həmin o malı nə özünə, nə ailəsinə və nə də dostlarına verməmişsə, burada bu Əbu Bəkrdən danışır. Əksinə, həmin malı bütün müsəlmanlara vermişsə və deyilsə ki, tələb edən, yəni Zəhra, şəri hakimə, yəni Əbu Bəkrə qəzəblənmişdir, burada o sadəcə olaraq malı ona vermədiyi üçün qəzəblənmişdir. Hakim də demişdir, bu mal sənin deyil, başqasınındır. Bu, qəzəb tələb edən üçün necə üstünlük ola bilər? Əgər o sırf məzlum olmuşsa belə, onun qəzəbi yalnız dünya malı üçün olmuşdur. Allahu Əkbər. Deməli, Fatimənin Əbu Bəkr tərəfindən sırf ona olunan zülmə qəzəbi sən demə dünya malı üçün imiş. La havlə və la quvvətə illə billah. Yəni İbn Teymiyyənin nəzərincə Fatimə dünya pərəstdir. Tamamlayaq. Nə üçün malı özünə götürməyən bir hakim malı özünə götürmək istəyən bir insandan daha çox ittiham edilməlidir? Axı necə ola bilər ki, malı özü üçün istəməyən bir kəs ittiham edilsin, malı özü üçün istəyən isə ittiham edilməsin? Bu hakim də deyir ki, Allaha xatir məhrum edirəm. Çünki malı haqqı olandan götürüb, haqqı olmayana verməyə haqqım yoxdur. Tələb edən isə, yəni Fatimə, deyir, mən sadəcə olaraq maldakı azacıq payıma görə qəzəblənirəm. Məyər Fatimə barəsində də buna oxşarını söyləmirlər və bunu cahillik səbəbindən onun məqamlarından hesab etmirlər? Məyər Allah münafiqləri onlar barəsində belə söyləyərək məzəmmət etməmişdir? Onlardan elələri də var ki, sədəqələrlə bağlı səni nöqsan tuturlar. Bundan onlara bir şey çatsa, razı qalar, bir şey çatmasa dərhal qəzəblənərlər. Kaş ki onlar Allahın və onun elçisinin onlara verdiyinə razı qalıb, Allah bizə yetər. Allah da bizə öz lütfündən verəcək, onun elçisi də. Həqiqətən də biz Allaha rəğbət bəsləyirik, deyəydilər. Tövbə surəsi 58-59-cu ayələr. Deməli, Allah Teala verildikdə razı qalan, verilmədikdə isə qəzəblənən bir dəstəni yada salır. Bununla onları məzəmmət edir. Odur ki, kim Fatiməni tərifləyərsə, hansı ki onun onlara, yəni münafiqlərə bir növ bənzəri vardır, bu onun barəsində bir nöqsan deyilmi? Allahu Əkbər. İbn Teymiyyə burada Fatimənin Əbu Bəkrə qəzəbini münafiqlərin əməllərinə bənzədir. Çünki onlara bir şey verildikdə razı qalar, verilmədikdə isə qəzəblənərdilər. Zəhrada Buxarda qeyd edildiyi kimi Əbu Bəkrə qəzəblənmişdir. Deməli, Allah Teala Fatiməni Əbu Bəkr ona haqqını vermədiyi üçün qəzəbləndiyinə görə məzəmmət etmişdir. Deməli, Əbu Bəkrin etdiyi möminlərin, Fatimənin etdiyi isə münafiqlərin hərəkəti imiş. Allaha pənah aparırıq. Gəlin indi Buxariyə keçid alaq. Hədis 3092. Ayşə deyir, Allah Rəsulunun qızı Fatimə aleyhissalam Allah Rəsulunun vəfatından sonra Əbu Bəkirdən Allah Rəsulunun tərk etdiyi mirasın bölünməsini tələb etdi. O şeylər ki, Allah ona hədiyyə etmişdir. Əbu Bəkir ona dedi, Allah Rəsulu belə demişdir, biz miras qoymuruq, nə tərk ediriksə sədəqədir. Allah Rəsulunun qızı Fatimə bundan qəzəbləndi və Əbu Bəkirdən uzaq düşdü. Onun uzaqlaşması vəfat edənə qədər davam etdi. Görəsən İbn Teymiyyə bilirdi ki, Fatimə Əbu Bəkirə qəzəblənmişdi? Cavab, bəli, bilirdi.
bilirdi. O zaman onun qəzəbini münafiqlərin əməlinə necə bənzədir? Deyir ki, Allah Teala münafiqləri məzəmmət etmişdir. O kəsləri ki, onlara bir şey verilmədikdə qəzəblənirdilər. Deməli, aləmlərin qadınlarının xanımı Fatimə Allah tərəfindən məzəmmət edilibmiş. Çünki o dünya malı tələb etmiş, hakimə, yəni Əbu Bəkrə qəzəblənmiş və nifrət etmiş, onun hökmünə razı olmamışdı.